Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Qur'an-ı Kərimin ən üstün ayəsi hansıdır və onun həyatımızda nə təsirləri var? Və Həzrəti Əleyhisselamın buyurduğuna əsasən o hansı ayədir ki, əgər onun əzəmətini bilsəydik, onu oxumağı tərk etməzdik. O, Qur'an-ı Kərimin Bəqərə surəsinin 255-ci ayəsi, Ayətəl Kürsü ayəsi hesab olunur. Bəlkə də haqqında eşitmişsiniz. Bugünkü bəhsimiz Ayətəl Kürsü haqqında olacaq. Deməli, Qur'an-ı Kərimin ən üstün, ən fəzilətli ayəsidir. Peyğəmbərdən, Əhl-i Beyt imamlarımızdan Allahın salamı olsun onlara, onların buyurduğuna əsasən ən üstün ayə Qur'an-ı Kərimin 6000-dən çox olan ayələrin arasında ən üstün ayə bu 6000-dən çox ayənin arasında hansı ayədir? Ayətəl Kürsü ayəsidir. Bəqərə 255. Bu ayənin çox möcüzəvi təsirləri vardır. Bizim həm dünya, həm axirət, həm maddi, həm mənəvi müşkillərimizin həll olmasında Ayətəl Kürsünün böyük rolu vardır. Və gündəlik həyatımızda çətinliklərlə qarşılaşdıqda çox təkid olunmuşdur ki, Ayətəl Kürsünü əzbərdən öyrənin, oxuyun, tərk etməyin. Ağlımıza gələn, gəlməyən bəlalardan belə Ayətəl Kürsü bizi qoruyur. Yaxşı, hansı ayədir? Bəqərə 255, amma bəzi hədislərimizə əsasən yaxşı olar ki, Bəqərə surəsinin 255-ci ayəsini oxuyandan sonra sonraki 2 ayəni də oxuyaq. Onda daha çox xeyri və təsiri olar. Müəyyən başqa səbəblər də var ki, daha çox danışmaq istəməzdim. Nə üçün Qur'an-ı Kərimin ən üstün ayəsi Ayətəl Kürsü hesab olunur? Alimlər buna müxtəlif izahlar veriblər. Allamə Təbatabai, Allah rəhmət eləsin, onun buyurduğuna əsasən tövhid, Allahın təkliyi, Allaha xalis bəndə olmaq, onu tək bilmək, onu özünə Rəbb bilməkdə Allahın mütləq hakimiyyətindən danışan bir ayədir. Və Allah Taala'nın adları 2 yerə bölünür. Cəlal və Camal. Bəzi sifətlər var, Allaha aid deyilir, Allah Taala aciz deyil, Allah Taala cahil deyil. Bəzi sifət var ki, Allah Taala nisbət verir. Allah Taala qadirdir, mütləq, Allah Taala alimdir, mütləq. Bax, bu sifətlərin əsası Ayətəl Kürsüdə gəlmişdir. Möhsin Qiraətinin buyurduğuna əsasən, Qur'an-ı Kərimdə yeganə ayədir ki, Allah Taala öz adını və sifətlərini orada ən çox çəkmişdir. 16 dəfə. 16 dəfə onun buyurduğuna əsasən bir ayədə, o da Bəqərə 255-ci ayədə Allah Taala öz sifətlərini və adını qeyd etmişdir. Əlavə orada bizim Peyğəmbərimizdən Allahın salamı olsun ona və Əhl-i Beytindən nəql olunur ki, Peyğəmbər də buyurur ki, ən üstün ayə odur. Onların bir neçəsini diqqətinizə çatdırıram. Sahabələr məsciddə əyləşmişdilər və Qur'an-ı Kərimin ən üstün, ən fəzilətli ayəsi barəsində bir-birlə mübahisə aparırlar. Bir dəstəsi deyirdi, Tövbə surəsinin axırıncı ayəsidir, ən üstün ayə. Bir dəstəsi deyirdi, Bəni İsrail, İsra surəsinin axırıncı ayəsidir. Bəzilər deyirdilər ki, Məryəm surəsində olan başlanğıcda kəf, hə, yə, müqəttəə hərflərlə başlayanları. Bəzilər deyirdilər, Taha surəsidir. Həzrət Əleyhisselam bu zaman onları eşidib belə bir söz dedi. Nə olub sizə? Ayətəl Kürsüdən qəflətdəsiniz. Ondan danışmırsınız, belə deyək. Onun niyə adını çəkmirsiniz, belə deyək. Həzrət Əleyhisselam buyurdu, Peyğəmbərdən eşitdim ki, Qur'an-ı Kərimin surələrinin ağası Bəqərə surəsidir. Seyyidi odur. Və surələrin arasında Bəqərədir. Bəqərə surəsinin də ayələrinin arasında ən üstün ayə Ayətəl Kürsüdür. 255-ci ayə. Sonra Peyğəmbər buyurdu, ey Əli, Ayətəl Kürsüdə 50 kəlmə var. Hər kəlmədə 50 bərəkət var. Məcməlü Bayan kitabında Təbərsi bunu nəql edib. Əlbəttə, bəzi hədislərimizə əsasən ki, həm surəsində üstün surə bilir, ən üstün surə, onu bütün Qur'anla müqayisə edəndə Qur'an bir yanda, həm surəsi bir yanda götürmüşdür. Həmd bütün Qur'ana bərabər surədir. Amma surələrlə bağlı isə hədisi diqqətinizə çatdırdım. Başqa bir də var, Peyğəmbərdən bir nəfər soruşur. Qur'an üstündür yoxsa Tövrat? Musa Peyğəmbərə nazil olan kitabı soruşur. Peyğəmbərimiz Allahın salamı olsun ona və Əhl-i Beytinə buyurur. Qur'anda bir ayə vardır ki, bütün keçmişdə olan kitabların ayələrindən üstündür. Nəinki Tövratdan, Qur'an-ı Kərimdən qabaq göndərilən bütün kitablardan üstündür və o Ayətəl Kürsüdür. Mustadrakul Vəsail kitabında mühəddis Nuri bunu nəql edib. Həzrəti Əleyhisselamın elə bir kəlamı var, başlayanda onu dedim. Ona qulaq asmağımız
Onu bilməyimiz Ayətəl Kürsüyə diqqətimizə kifayət edər. Əbu Əmamə Bahili nəql edir ki, Həzrət Rəsulullah eşitdim. Əgər bilsəydiniz, Həzrət Rəsulullah buyurur, əgər bilsəydiniz Ayətəl Kürsü nədir, onda nə vardır, heç vaxt onu tərk etməzsiniz. Sonra Həzrət Əli buyurdu, Peyğəmbər buyurur, Ayətəl Kürsü Allahın ərşinin aşağısında olan xəzinədən gəlmişdir, verilmişdir. Məndən qabaq heç bir Peyğəmbərə o verilməmişdir və Həzrət Rəsulullah buyurur, o zamandan ki Peyğəmbərdən bu sözü eşitdim, heç vaxt, heç gecə onu yaddan çıxarmamışam, həmişə oxumuşam. Elə bir gecə yoxdur ki, onu oxumayam. Həzrət Əli o gündən ki Peyğəmbərdən bu sözləri eşidib, heç vaxt axşam bu ayəni tərk etməmişəm. Sonra bu hədis də Biharul Ənvar kitabında gəlmişdi ki, hədisin ardı da vardır. Peyğəmbər Həzrət Rəsulullah buyurur ki, bunu oxumaya tapşırır. Ey Əli, bu ayəni örgən, övladlarına örgət, hətta qonşularına belə örgət. Çünki mənə bundan üstün ayə nazil olmamışdır. Deməli, vəzifəmiz bunu əzbərləmək, öyrənmək, övladlarımızı öyrətmək, hətta qonşularımıza belə, yaxınlarımıza belə bu ayəni çatdırmaq borcumuzdur. Bu qədər təkidlər bu ayənin əhəmiyyətindən xəbər verir. Yaxşı, həyatımızda Ayətəl Kürsünün faydaları nədir? Ayətəl Kürsünün çoxlu faydaları vardır. Mən onların bir neçəsini burada sadalayıram. Harada oxuyaq? Nə zaman oxuyaq? Bunlar deyəcələrim hamısı Peyğəmbər və onun pak əhli beytindən nəql olunmuşdur. Hər namazdan sonra bir dəfə Ayətəl Kürsü oxuyun. Heç olmasa 255-ci ayəni, tək ayəni oxuyun. Yatmamışdan qabaq Ayətəl Kürsü oxuyun. Evdən çıxanda Ayətəl Kürsü oxuyun. Təhlükə özünüzə hiss etdiyinizdə, bəlalar zamanı, çətinliklər zamanı Ayətəl Kürsü oxuyun. Maşınınıza, mərkəbə minəndə bunu oxuyun. Sehr və cadudan qorunmaqdan ötürü, bədnəzərdən qorunmaqdan ötürü bunu oxuyun. Sağlamlığınız üçün bunu oxuyun. Dəstəmaz aldıqdan sonra Ayətəl Kürsünü oxuyun və ölən insan can verəndə, çətin can verirsə, onun başı üstə getdikdə Ayətəl Kürsünü oxuyun. Səfərə çıxdıqda Ayətəl Kürsünü oxuyun. Qəbristanlığa getdikdə əlinizi oran torpağına qoyun, oxuyun və başqa namazların da arasında Qədirxumda qılınan namazda Ayətəl Kürsü vardır və ölən insan üçün oxunan vəhşət namazı ki, birinci gecə qılınır, dəfn olunan gecəsi, orada da Həm surəsindən sonra Ayətəl Kürsü oxumaq tapşırılmışdır və bu çox mühümdür. Bir neçəsini diqqətinizə çatdırıram. Bir nəfər İmam Sadiq əleyhissalama evində cinlərdən şikayət edir. İmam Sadiq əleyhissalam onun tövsiyəsində verdiyi tövsiyelərdən biri də evində Ayətəl Kürsünün oxunmasıdır. Axşam pis yuxular görənlər, qarmaqarşı yuxular görənlər və yuxuda gördüyünü narahat olanlar yatmamışdan qabaq İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən Peyğəmbər Ayətəl Kürsü oxuyardı yatmamışdan qabaq və siz də onu oxuyun. Əl-Burhan fi Təfsir Quran kitabında. Bəlalardan qorunmaqdan ötürü zireh kimi insanı qoruyur. İmam Sadiq əleyhissalam buyurur, hər kəs Ayətəl Kürsünü oxursa, dəmirdən ona bir divar hörülür. Yəni, hər bir bəlalardan, xətərlərdən, maddi və mənəvi problemlərdən amanda qalır. Müstədrəkül Vəsail kitabı. Evlənmə müşkil olan bir nəfər Peyğəmbərə evlənməklə bağlı şikayət edir. Peyğəmbər ona verdiyi tövsiyələrdən biri də Ayətəl Kürsü oxumaq olur. Sehr və cadudan qorunmaqdan, bədnəzərdən qorunmaqdan ötürü Ayətullah Behçətdən bir nəfər soruşur ki, nə edək bunlardan ötürü? Ayətullah Behçət buyurur ki, Ayətəl Kürsünü oxuyun və onu təkrar edin, davamlı oxuyun. Bir dəfə oxumağa kifayətlənməyin. Davamlı oxuyana sehr, cadu və bədnəzər, pis gözlər təsir etməz. Və bunu da unutmayın. Ancaq maddiyyata kömək eləmir, ancaq dünyamıza kömək eləmir. Bizim mənəvi problemlərimizi də Ayətəl Kürsü həll eləyə bilər. Bəli. Baxın, 6-cı imamımız. İmam Cəfər Sadiq əleyhissalam görün nə deyir? İmam buyurur, hər bir şeyin zirvəsi var, qülləsi var. Və Qur'an-ı Kərimin zirvəsi, ən üstün hissəsi, qülləsi Ayətəl Kürsüdür. Hər kəs onu bir dəfə oxusa, Allah Taala ondan 1000 dünya çətinliyini, xoşuna gəlmədiklərini uzaqlaşdırar və axirətin 1000 çətinliyini də ondan neyniyər? Uzaqlaşdırar. Dünya çətinliklərinin ən asandı kasıbçılıq olar, onu uzaqlaşdırar. O minin arasında ən asandı kasıbçılıqdır. Axirətdə uzaqlaşdırdığı 1000 çətinliyin ən asandı qəbr əzabı olar. Ayətəl Kürsü bu qədər bizim mənəviyyatımıza da təsir göstərir. Sonra imam buyurur, mən yuxarı mərtəbələrə, dərəcələrə qalxmaqdan ötürü ondan kömək alıram.
6-cı imam, İmam Cəfər Sadiq buyurur ki, mən Ayətəl Kürsüdən yuxarı mərtəbələrə, dərəcələrə qalxmaqdan ötürü ondan kömək alıram. Əl-Burhan fi təfsiril Quran, Əl-Bəhrani bunu nəql edib. Qorxu və vəsvəsə. Bəzən tez-tez soruşurlar, şeytanın vəsvəsəsindən amanda qalmaqdan ötürü qorxu olsun insandan nə etmək lazımdır? Seyyid Əli Qazi Təbatabai böyük ariflərdən Allah rəhmət eləsin, ruhu şad olsun. Buyurur ki, əgər istərsinizsə qorxular, bütün qorxular, vəsvəsələr uzaqlaşsın, amanda qalasınız, daim Allahla görüşmək fikrində olasınız. Bu işin asanlaşdırılması ötünü verdiyi tövsiyələrdən biri budur ki, namazdan sonra xanım Fatimə-i Zəhra salamun aleyhanın zikrini deyin və Ayətəl Kürsünü daim oxuyun. Namaz qutaran kimi bu ikisi gərək daim olsun. Xanımın zikri salamun aleyha, bir də ki Ayətəl Kürsü. Sual verirlər, oxuyanda əllərimizi gözümüzə qoymaq ki, bəzi alimlərdən görmüşük, mən də özüm tələbə olduqda bir neçə ayətullaha alimlərdən görmüşəm. Bunun haqqında əsas odur ki, buyururlar, İmam Əli əleyhissalamdan nəql olunur ki, göz ağrısında Ayətəl Kürsünü oxuyun. Niyyətiniz də bu olsun ki, mən sağalacağam. İnşallah afiyət taparsınız, sağlarsınız. Şeyx Saduq bunu nəql edib. Amma Kəfhəmi Cünnətül Əmanil Vaqiyə kitabında nəql edir ki, belə bir dastan, hekayə danışır ki, oxuyanda Ayətəl Kürsünü gözlərinizə tutun. Belə formada yaxud da bu formalarda nəql olunmuşdur. Hər halda təcrübədən keçmişdir ki, bu insanın yaddaşına, gözlərinin şəfa tapmasına çox təsiri vardır. Amma təcrübədə iki olmuş hadisəni diqqətinizə çatdıran biri mərhum Ayətullah Behçətdən həkimlər bir nəfərin gözü ilə bağlı ona mənfi cavab verirlər. Axırda heç bir dərman edə bilmirlər. O adam Qum şəhərinə gəlir, Ayətullah Behçətin hüzuruna gedir. Ayətullah Behçət ona şəfa tapsın deyə Ayətəl Kürsü oxumağı tövsiyə eləyir. Və o adam da etiraf edir ki, mən bunu eləyəndən sonra gözüm şəfa tapdı və problemlərim həll oldu. Təcrübədən keçmişdir. İki, bizim ruhani qardaşlarımızdan birinin nəqlinə əsasən Rusiyanın Kazan şəhərində, Tataristanda meşə massivindən keçən, meşənin ortasından keçən yolda bir cinayətkar qadınlara və başqalarına əl uzadır, onların haqqına girir, belə deyək, hətta manyak kəlməsi işlədir orada. Sonradan cinayətkar yaxalanandan sonra o insanlar ki, orada problemlə üzləşiblər, şikayət eləyiblər, polisə müraciət edirlər, onları gətirirlər və onunla üzləşdirirlər. O təcavüz etdiyi, üzr istəyirəm, haqqına girdiyi insanların arasında, amma bir qadına toxuna bilmədiyindən danışır. Qadın dedi, bəli, mən şikayət etmişəm, amma mənə yaxınlaşa bilmədim, mən onu gördüm. O cinayətkardan səbəbini soruşduğunda o deyirdi ki, mən ona yaxınlaşmaq istədim, amma bir anda gördüm ki, onun arxasında bir kişi var və ona yaxınlaşmaqdan çəkindim. O qadın bunu eşitdikdə kövrəlir, ağlayır və səbəbini də alimlərdən məsciddə, moizədə eşitdiyini deyir ki, mən həmin vaxtı gördüm bu maniyak, cinayətkar mənə yaxınlaşır, mən Ayətəl Kürsü oxumağa başladım. Və bir anda gördüm ki, o mənə yaxınlaşa bilmədi və ağlamağımın da səbəbi budur ki, orada məni xilas eləyən Quran-ı Kərimin Ayətəl Kürsü ayəsi olmuşdur ki, bunu da ruhani qardaşlardan biri nəql edir, videosu da var, baxa bilərsiniz, təcrübədən keçmişdir. Son, ayələri oxuyanda, zikirləri oxuyanda mənəvi halından diqqət eləyərək dillə yox, qəlblə oxuyun. Ayətəl Kürsü də belə oxusanız təsir olacaq. Baxın, Ayətəl Kürsü nədən danışır? Allah Taala'nın sifətlərindir, həydir, qəyyumdur. Güclüdür, qüdrətlidir. Bütün köməklər ondandır. O icazə verməsə heç bir şey kömək oluna bilməz. Alimdir, əlidir, əzimdir, ucadır, əzəmətlidir. Baxın, diridir, həmişə var. Heç bir yatmaq, yorulmaq, mürgüləmək yoxdur, həmişə var. Bax, bu fikirlərlə, bunları oxuyan, düşünən insanlar Ayətəl Kürsüyə pənah gətirir. Necə ki, hədisdə də varımızdır ki, Peyğəmbərimiz Allahın salamı olsun, onu əzəmətlə danışanda buyurur ki, Ayətəl Kürsüdə işlənən təkcə kürsü kəlməsi ki var, biz ona pənah aparırıq. Vasi'a kursiyyuhus semavati vel ard. Kürsü nə məna verir? Allahın taxtı, tacı, qüdrəti. Buyurur ki, Allahın ərşi ki var, ərşdən danışılır. 7 asimandan danışılır. 7 asiman, 7 göy kürsünün müqabilində bir üzüyün halqası kimidir. Sanki atmısan səhraya. Səhra nə boyda nədir? O səhranın içərisində bir halqa nə ola bilər? Təsəvvür edin, 7 göy asiman kürsünün müqabilində budur. Allahın bu qüdrətindən xəbər verir. Nur-us Səqələyn təfsirində bu nəql olunmuşdur. Belə bir Allaha pənah aparmaqdan danışılır. Allahın ən üstün adlarından olan Həy Qəyyum ki, hədislərdə var. İsa Peyğəmbər əleyhissalam ölən insanlara şəfa verəndə
onu dildən də, xəstələrə şəfa verib ölənləri dildən də Allahın adlarından Həy və Qəyyum kəlməsini çəkirdi. Görün Ayətəl Kürsüdə Allahın hansı adından danışılır və bəzi alimlərin buyurduğuna əsasən İsmi Əzəm, Allahın ən üstün adı Ayətəl Kürsüdə gəlmişdir. Onu oxuyanda düşünərək, başa düşərək, Allaha pənah apararaq, iradə ilə, tərcüməsinə diqqət edib, mənasını diqqət edib oxumaqla təcrübədə görmüşük ki, insan çox problemlərdən qurtulur. Sonda Ayətəl Kürsü ilə bağlı bir hədisi deməklə onun əzəmətinin, əhəmiyyətini başa salıb söhbətimizi yekunlaşdırırıq. Ayətullah Seyyid Əhməd Xansari, Allahın rəhməti olsun ona, nəql edir ki, Ayətəl Kürsünü gündə 5 dəfə oxuyun. Çünki rəvayətdə, hədisdə vardır ki, hər kəs Ayətəl Kürsünü bir dəfə oxusa, bir sıra mələklər düzlər, onu qoruyar, bir sıra. 2 dəfə oxusa, 2 sıra mələklər onu qoruyacaq. 3 dəfə oxusa, 3 sıra mələklər onu qoruyacaq. 4 dəfə oxusa, onu qoruyan mələklərin sırası 4 sıraya çatacaq. 5-ci dəfə oxuyandan sonra Allah Taala mələklərə deyir, dəuhu, buraxın onu. Daha sizin qorumağınıza ehtiyac yoxdur. Mən onu qoruyacağam. Birbaşa Allah Taala özü daha bu da, mələkləri yox, özü onu öz pənahında qoruyur. Ayətullah Xansari buyurubdur ki, Ayətəl Kürsünü gündə 5 dəfə oxuyun, Allah sizi qoruyacaq. Bu, Ayətəl Kürsü haqqındaydı. Allahın verib Peyğəmbəri və onun pak əhl-i beytinə, bu ayənin hörmətinə Allah Taala bizi Ayətəl Kürsünü mənəvi oxuyub, başa düşüb, ona pənah aparanlardan, özünü qoruyanlardan qərar versin. Bismillahirrahmanirrahim. Allahu la ilahe illa huvel hayyul qayyum. La ta'khuzuhu sinetun ve la nawm. Lehu ma fis semawati ve ma fil ard. من ذا الذي يشفع عنده إلا بإذنه يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه إلا بما شاء وسع كرسيه السماوات والأرض ولا يؤوده حفظهما وهو العلي العظيم لا إكراه في الدين قد تبين الرشد من الغي فمن يكفر بالطاغوت ويؤمن بالله فقد استمسك بالعروة الوثقى لا انفصام لها والله سميع عليم الله ولي الذين آمنوا يخرجهم من الظلمات إلى النور والذين كفروا أولياؤهم الطاغوت يخرجونهم من النور إلى الظلمات أولئك أصحاب النار هم فيها خالدون